وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسlimen كثيرا أما بعد. Deməli qardaşlar, biz keçən dərs günahların insana, fərdə və cəmiyyətə verdiyi zərərlərdən danışdıq və son qeyd etdik ki, sonlarda günahların insanın pis sonluğuna nəticə olur günahlar. Həyatının pis sonluq üzərində bitirməsinə səbəb olur. Və sonra qeyd etdik ki, günahlar qəbir əzabına səbəb olur. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləm qeyd elədi, riba yeyənlərin qəbirdə əzab çəkməsini, qeybət edənlərin, nəmmamların, yalancıların və fəcr namazı gətirib qalanların əzabı haqqında. Və sonra qeyd etdik ki, günahlar insanı ən hörmətli yerdən ən səfil, ən aşağı yerə, ən alçaq yerə salır, gətirir, çıxardır. Etdiyi fasiqliklərin, günahların, zülümlərin səbəbi ilə. Bugün götürəcəyimiz mövzu isə asilərin, günahların cəmiyyətə verdiyi zərərləridir. Bunlardan 5 dənəsini müəllif gətirir. Ən birincisi, əmin amanlığın ortadan qalxması. Əgər bir cəmiyyətdə asiliklər meydana çıxarsa, o asiliyin miqdarı qədər əmin amanlıq ortadan qalxar. Allah subhanahu wa ta'ala buyurur ki, Quran-ı Kerimdə "Əl-ləzīnə əmənu və ləm yəlbisu imanəhum bi zulmin, uləykə ləhumul əmru və hum muhtədun." O kəslər ki, iman gətirər, imanlarını zülmlə qarışdırmazlar, onlar əmin amanlıq və hidayət üzərində olarlar. Həmçinin başqa ayədə buyurur ki, "Əl-ləzīnə imməkkənnəhum fil ardı əqamus-salata və ətuz zəkata və əməru bil ma'ruf və nəhu anil munkar və lillahi aqibətul umur." Əgər onlara yer üzündə hökmranlıq versək, onlar namaz qılar, zəkat verər, yaxşı işləri əmr edər, pis işləri qadağan edər. Bütün işlərin sonu, yəni aqibət Allaha aiddir. Və sonra müəllif buyurur ki, günahlar səbəbi ilə cəmiyyətdə fəzilət gedir, yerinə rəzillik gəlir. Yəni, fadilə gedir, fəzilət, üstünlük. Onun yerinə rəzillik gəlir, alçaqlıq gəlir. Allah subhanahu ta'ala buyurur ki, Rum surəsi 41-ci ayədə "Zahral fesadu fil barri vel bahri bima kasabat eydin nas liyuziqahum ba'dallezina amilu." İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad törəyir. Allah subhanahu wa ta'ala onlara etdiklərinin bir qismini datdırsın deyə bu fəsad baş qaldırır. Bəlkə onlar haqqa qaydalar. Quruda və dənizdə fəsadın baş verməsi havada ola bilər. Havada, əkin biçində, meyvələrdə və həmçinin dənizdə. Fəsad nədir, qardaşlar? İkrimə rahiməhullah tabeinlərdə ona İkrimə buyurur ki, deyir ki, mən demirəm ki, fəsad müəyyən dənizdə baş verəcək günahlara görə. Xeyr, əksinə fəsad bütün sularda baş verəcək. Bütün sularda və bütün quru yerlərdə o fəsad baş verəcək. Alimlər buyurur ki, fəsad nədir? Fəsad deyil, günahlar mənasındadır burada. Zaharal fəsad fil barri vel bahr. Yəni, günahların səbəbi ilə dənizdə və quruda şər meydana çıxdı. Bəlalar meydana gəldi. O günahların səbəbi ilə. Allah subhanahu ta'ala bəzilərinin əməllərini bəzilərinə datdırsın deyə. Bəlkə qaydalar. Çünki Allah subhanahu ta'ala insanların günahlarının hamısına görə, hamısını insanlara datdırsaydı, hamısına görə əzabı insanlara datdırsaydı, heç kim yer üzrində salamat qala bilməzdi. Yəni, burada fəsad, yəni suda və quruda naqisliyin meydana çıxması, şərlərin, xəstəliklərin meydana çıxması qəsd olunur. Ümumiyyətlə, günahların yer üzünə təsiri böyüdür. Onlardan yerin batması meydana gəlir. Müəyyən yerlərdə yer batır. Yerin relyefi dəyişir. Zəlzələlər meydana gəlir. Və bərəkət aradan qalxır. Deyirsən, görürsən ki, bir yerdə müəyyən illər öncə nə qədər bərəkətli, bol torpaqlar vardı, indi həmin yerdə heç nə bitmir. Və yaxud da məhsul az verir. Peyğəmbər sallallahu əleyhi və səlləm Səmud qövmünün, hansı ki məhv olmuş o qövmün torpaqlarından keçəndə sahabələrə qadağan edir ora girməyi.
və olanın suyundan belə içməyi qadağan edir. Və sahabələrdən bəzisi bilməmişdi, oradan su götürüb xəmir yoğurmuşdu, yemək hazırlamaq üçün, çörək bişirmək üçün. Peyğəmbər sallallahu əleyhi və səlləm əmr edir ki, onu at. Niyə görə? Peyğəmbər sallallahu əleyhi və səlləm burada təşəvvüm eləmədi, sığınaq eləmədi. Sadəcə günahın, o şiddətin, əzabın, bəlandan qorxduğuna görə onu elədi. Biri var, nəysə sınaq eləyəsən ki, mənə düşməz və s. Bu, İslamda zaten yoxdur bu şeylər. Peyğəmbər sallallahu əleyhi və səlləm sadəcə günahın təsirinin bunları keçməsindən qorxdu. Ona görə dedi ki, onların suyundan belə içməyin, oradan keçəndə o suyunla yemək belə bişirməyin. Bunu İmam Əhməd ibn Həmbəl Musnəddə rivayət edir. Sonra müəllif buyurur ki, günahın zərərlərindən, insana verdiyi fəsadlarından həyanın aradan qalxması. Əl-həyə lə yəti illə xeyr. Həya insana yalnız xeyr gətirir. Və günahlar isə insandan o həyanı aparır. Həya sifəti elə bir sifət ki, qardaşlar, həyat mənasındadır. Həyat. Hansı ki, həyat oradan götürülüb. Əgər bir insanda deyir, həya sifəti aradan qalxarsa günahların səbəbi ilə, o insanda insanlıqdan yalnız qanı və cəsədi qalar. Və sonra müəllif buyurur ki, asilərin səbəbi ilə yer üzündə rəzillik yaylar, daha doğrusu növbəti fəsildir. Asilərin səbəbi ilə yer üzündə qiymətlər qalxar. Və geniş ev insana dar gələr. Və hər bir insanın güzaranı daralar. İnsanlar buna təəccüb eləyər. Şeyx deyir ki, mən ancaq bunun səbəblərini bilirəm, deyir. Deyir, 80-ci illərdə Kuveytdə 100-150 dinarla insan bir aylıq maaşı ilə keçinirdi. Dolanışığı normal idi. Bugün insanlar 1000 dinar pul alır, maaş alır. Onlara çatmır, hətta şikayətlənirlər. Niyə görə? Səbəbi nədir? Çünki bərəkət gedib. O bərəkət aradan qalxıb. Və sahabilər bir gün Peyğəmbər sallallahu əleyhi və səlləm şikayətlənirlər ki, ya Rasulullah, innəl əsələ qad qallət fil mədinəti. Mədinədə bazarda qiymətlər yüksəlib. Şikayətlənirlər. Bizə qiymətləri təyin elə, sən təyin elə qiymətləri, sən bax, sən nəzarət elə. Peyğəmbər sallallahu əleyhi və səlləm dedi ki, qiymətləri qoyan Allah subhanahu və teala'dır. Mən isə qasiməm. Yəni Allah azze və cəllə o qiyməti salır və qaldırır. O günahların səbəbi ilə qaldırar, itaətlərin səbəbi ilə qiymətləri azaldar. Allah azze və cəllə buyurur ki, Ərəf surəsində: "Vələv enne əhlel qura amanu vettaqav lefetahna aleyhim berekatin mine's-semai vel-ard." Əgər kənd əhli, burada kənd əhli Məkkə əhli qəsd olunur. Əgər Məkkə əhli iman gətirib Allahdan qorxsaydı, biz yerin göyün bərəkət qapılarını onların üzərinə açardıq. Bu hər yerə aiddir. Bu bütün məmləkətə aiddir. Həmin yerin əhli Allahdan qorxub iman gətirib salih əməl etsəydi, Allah yerin göyün bərəkət qapılarını onların üzərinə açacaq. Mütləq. Və sonra müəllif gətirir ki, günahların səbəbinin təsirləri, cəmiyyətə olan təsirlərindən xəstəliklərin artması, ağrılı, acılı xəstəliklərin artması. Çox təəssüflər olsun ki, bugün xəstəxanalara girirsən, qəribə xəstəliklərə mübtəla olmuş insanlar görürsən. Bunun səbəbi nədir? Səbəbi isə asiliklərdir təbii ki. Hamısı asiliklərdəndir. İnsanların çoxu kovni hadisələri qiymətləndirirlər. Vaxtında qar yağmır və yaxud da quruluq baş verib, yağış yağmır və yaxud da filan silahlar, filan müharibələrin səbəbi ilə olur. Kovni hadisələri insanlar gətirirlər səbəb olaraq, lakin səbəb o deyil. Əsl səbəb həqiqətən də insanların günahlarıdır. Və sonra müəllif gətirir ki, asiliklərin səbəbindən cəmiyyətdə müharibələr baş verər. Zəlzələlər artar. Yanğınlar, daşqınlar, sel su bürüyər. Necə ki, sələflərdən biri bu haqda danışmışdı, xəbər vermişdi. Lakin qardaşlar, İslam dini elə bir müsibətlər və bəlalar yoxdur ki, ondan qurtulmağın yolunu bizə göstərməsin. Eləcə də günahlardan dolayı gələn bəlalardan qurtulmağın yolunu Allah subhanahu taala bizə göstərərək bizə bunu bəyan edir Qurani Kərimdə. Və bu günahlardan, bu bəlalardan qurtulmağın yolunun ən birinci yolu istiğfar və tövbədir. Çünki istiğfar və tövbə günahları silər və insan təmizlənər. Allah subhanahu və teala onun o pisliklərini yaxşılıqlarla, həsənətlərlə əvəz eləyər və ondan razı qalar
o bəlaları ondan qaldırar. Allah Azze ve Celle buyurur ki, Ya eyyuhəl-ləzine əmanu, İttəqullaha və kunu mə'as-sadiqin. Ey iman gətirənlər, Allahdan qorxun, sadiqlərlə bərabər olun. Ey iman gətirənlər, özünüzü və əhlinizi oddan qoruyun. O od ki, onun yandıracağı insanlar və daşlardır. Onun üzərində elə mələklər var ki, sərt, şiddətli, Allahın heç bir əmrinə as olmazlar. Allah nə əmr edərsə onu yerinə yetirərlər. Həmçinin Allah təala buyurur ki, başqa ayədə, Ya eyyuhəl-ləzine əmənu tubu ilallahi tövbətən nasuhə. Ey iman gətirənlər, Allaha nasuh, yəni səmimi tövbə edin. Səmimi tövbə edin ki, Allah subhanahu wa ta'ala sizin günahlarınızdan keçsin və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah, Peyğəmbəri və onunla birlikdə iman gətirənlər, Allah onları utandırmaz. Onların nuru önlərindən və sağ tərəflərindən gedər ki, onlar, ey Rəbbimiz, nurumuzu bizim üçün tamamla və bizi bağışla deyərlər. Həqiqətən də sən hər şeyə qadirsən. Və ayəyə baxsaq görərik ki, tövbə və istiğfarın bu bəlaları aradan qaldırmaqla nə qədər bağlılığı var. Yəni, ən əzəmətli qurtuluşun yolu istiğfar və tövbədir. Sadiq tövbə eləmək Allah subhanahu wa ta'ala. Səhər axşam Allahdan bağışlanma diləmək. Və xüsusilə də insan əgər bir məclisdə oturanda, qeybət eləyəndə, nəmmamlıq eləyəndə insan çalışmalıdır ki, o məclisi istiğfarla tamamlasın və bir daha o günahlara qayıtmasın. Sonra müəllif ən böyük səbəblərdən gətirir, bu bəlalardan qurtulmanın səbəblərindən yaxşılıqlara əmr etmək və qadağandan çəkindirmək və bunu qəlbinlə, dilinlə və əməllərinlə etmək. Və sonra növbəti ən böyük səbəblərdən gətirir ki, insan muslih olmalıdır. İslah edənlərdən olmalı, fəsad edənlərdən deyil. Əgər bir məmləkətdə islah edənlər çox olarsa, Allah heç vaxtı o məmləkətin əhlinə zülm etməz. Allah Azze ve Celle buyurur ki, Hud surəsi 117-ci ayədə وَمَا كَنَ رَبُّكَ لِيُحْلِكَ الْقُرَى بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحِينَ. Əgər bir kəndin əhli muslihlərdən olsa, Allah oranın əhlinə zülm etməz heç vaxtı. Allah tərəfindən istəyirəm ki, Allah subhanahu wa ta'ala bizi günahlardan, masilərdən qorusun və bizi muslihlərdən etsin. Və sallallahu nəbiyyina Muhammed və alə əlihi və ashabihi əcməin. Subhanahu wa ta'ala.